Və beləcə günə başlarkən gündəmdə, hörmətli tamaşaçılar, Superkompüter mərkəzindən danışacağıq bugün gündəmdə. Amma əvvəlcə bir məlumatımız var, bir sujetimiz var. O sujeti izləyək, ardından keçərik söhbətə. Azərbaycanda Superkompüter mərkəzi yaradılacaq. Bununla da dəqiq elmlərdə savadsızlığa yox deyiləcək. Bundan başqa Superkompüter mərkəzi ölkədə iqtisadiyyat, elm və təhsil sahəsində islahatların yüksək səviyyədə həyata keçirilməsində böyük rol oynayacaq. Dəqiq elmlərdə savadsızlığa yox deyiləcək. Hazırda belə elmlərdə laborator analizlər aparılarkən əlavə vaxt sərf edilir. Eyni zamanda bir analiz üçün müxtəlif qablardan istifadə olunur. Hətta həmin analizlərin aparılması zamanı bir neçə işçilərin cəlb olunması ilə yanaşı bir neçə gün də vaxt sərf olunur. Belə laborator müayinələr son nəticədə dəqiq elmlərin geriləməsinə gətirib çıxarır. Artıq bunlara son qoyulacaq. Tələb edir ki, yeni informasiya resursları, böyük imkanlara malik olan informasiya resursları, sistemləri superkompüterlə cəlb olunsun. Dünyanın aparıcı dövlətlərində müasir elmi yanaşmalar ölkəmizdə də tətbiq ediləcək. Bu isə adi kağız və vərəqlər vasitəsilə həyata keçirilməyəcək. Bundan sonra dəqiq elmlərdə də məlumatlar superkompüter vasitəsilə hesablanacaq. Ümumiyyətlə ölkədə hesablama resurslarına olan məsələləri müəyyənləşdirmək və onu gələcəkdə superkompüter mərkəzində həll etmək məqsədi ilə bir monitorinq aparırıq. Superkompüter mərkəzi yaradıldıqdan sonra elmdə yeni bilik əldə olunacaq. Amma buna nail olmaq üçün ən azı 4-5 il vaxt lazımdır. Böyük imkanlara malik informasiya resursları, sistemləri məhz superkompüterdə cəmləşəcək. Hazırda superkompüterlə bağlı kadrlar hazırlanır. Həmçinin superkompüter bazarı araşdırılır. İnformasiya tələbatına ehtiyacı olan qurumlarda olan məsələləri müəyyənləşdirib, onun bir reyestr yaratmaq istəyirik ki, bax bu reyestr vasitəsilə bu reyestrdə olan məsələləri superkompüter həllini təşkil edək. Texniki və texnoloji cəhətdən modernləşmə ilə yanaşı yüksək ixtisaslı mütəxəssislərin hazırlanması vacibdir. Bu baxımdan superkompüter mərkəzinin olması daha məqsədə uyğun hesab olunur. Mərkəz ölkədə informasiya cəmiyyətinin yaradılması prosesində meydana çıxan məsələlərin daha çevik həllinə xidmət edəcək. Belə hörmətli tamaşaçılar, sujeti izlədiniz. İndi isə daha ətraflı məlumat əldə etməyə imkanınız olacaq və günə başlarkən studiyamızın qonağı var. Vaxt itirmədən qonağımızla sizi daha yaxından tanış edirəm. Bugünkü qonağımız Rasim Əliquliyev, artıq siz kadrlarında gördüyünüz Rasim müəllimi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru. Günə başlarkən studiyamıza təşrif buyurub. Sabahınız xeyir olsun Rasim müəllim və təşəkkür edirik ki, günə başlarkən dəyərli vaxtınızdan ayırıb studiyamıza təşrif buyurmuşsunuz. Əvvəlcə istəyərdim, bu superkompüter mərkəzi nədir? Ümumi bir şəkildə yenidən tamaşaçılarımıza məlumat verək. Bilirsiniz ki, 21-ci əsr informasiya əsridir. Artıq bunun təzahürləri həm də Azərbaycanda özünü göstərməkdədir. Yəni, internet həyatımızın müxtəlif sahələrindən sirayət edir, nüfuz edir. Bununla yanaşı, əlbəttə ki, kompütersiz bu ötüşmür. Yəni, insanlar çalışırlar ki, kompüterlər olsun və bu gündə həmin proses ölkədə çox yüksək sürətlə həyata keçirilir. Əlbəttə ki, bütün bu işlər hamısı ölkədə informasiya cəmiyyətinin qurulmasına yönəlibdir. Məhz buna görə də Respublika Prezidenti Cənab İlham Əliyev tərəfindən 2005-ci ilin oktyabr ayının 21-də ölkəmizdə informasiya cəmiyyəti istiqamətdə konkret bir fəaliyyət proqramı olan Elektron Azərbaycan Dövlət Proqramının çərçivəsində ölkəmizdə Milli Superkompüter Mərkəzinin yaradılması haqqında fərman vermişdir. Və bu superkompüter mərkəzi adından gördüyü kimi milli səviyyədə olacaqdır. Yəni ölkəmizdə strateji əhəmiyyət kəsb edən bir sıra məsələlərin həlli üçün və eyni zamanda yadda saxlanılması üçün böyük imkanlara malik olan bir superkompüterin söhbət gedir. Adından göründüyü kimi bu superkompüter adi fərdi kompüterlər kimi yox, daha çox, min dəfələrlə onların imkanlarından çox olan superkompüterlərdir. Bunun üçün də ölkəmizdə də bu istiqamətdə lazımi tələbat yaranmaqdadır. Çünki bilirsiniz ki, Azərbaycan Respublikasında informasiya kommunikasiya texnologiyalarına çox böyük əhəmiyyət verilir. Ölkəmizin müxtəlif sahələrində, dövlət hakimiyyət orqanlarında bu istiqamətdə lazım işlər aparılır. Başqa sözlə elektron hökumət qurulur və Milli Məclis tərəfindən də bilirsiniz ki, müxtəlif
səpkili qanunlar qəbul edilibdir. Yəni, bax, elektron imza və elektron sənəd haqqında qanundur, elektron ticarət haqqında qanundur, əhalinin reyestri, biometrik məlumatlar, fərdi məlumatlar. Yəni, bu o deməkdir ki, bu qanunlar həyata keçirilərkən çoxlu informasiya resursları meydana çıxacaqdır. Yəni, əgər fərdi məlumatdan söhbət gedərsə, hər bir şəxs haqqında məlumatların o doğulduğu gündən axirət dünyasına gedənə qədər insanın fərdi məlumatları var ki, oxuyarkən, xəstəlik, tibbi məsələyə müraciət edərkən, yəni insanın özünü müşahidə edən fərdi məlumatları var. Bundan başqa, son zamanlar bilirsiniz ki, ölkə başçısı tərəfindən Respublikamızda biometrik identifikasiya sistemi yaradılması sistemi haqqında bir dövlət proqramı qəbul olunubdur. Bunun özü də çoxlu informasiyalar meydana gəlməsini gətirib çıxaracaqdır. Bundan başqa, qeyd etdiyim elektron imza texnologiyası ölkədə bir infrastrukturun yaradılmasını tələb edir. Başqa sözlə, Respublikamızda bu informasiya cəmiyyətinin çox yüksək sürətlə qurulması artıq ayrı-ayrı insanlarda olan fərdi kompüterlərin bu məsələləri yadda saxlamaq, həll etməyə gücü çatmır. Bununla yanaşı, əlbəttə ki, Azərbaycan elminin də bax, bu böyük superkompüterlərə, yəni böyük hesablama resurslarına, böyük informasiya resurslarının yadda saxlama qurğularına böyük ehtiyacı vardır. Ona görə də məhz elə elektron Azərbaycan dövlət proqramı çərçivəsində Rabitə və İnformasiya Texnologiya Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiya İnstitutuna belə bir superkompüter mərkəzinin yaradılması tapşırılıbdır. Bu istiqamətdə lazımi işlər aparılır. Yəni ki, ümumiyyətlə dünyada bu istiqamətdə olan nailiyyətlər, aparıcı dövlətlərin təcrübəsi, superkompüter istehsal edən şirkətlərin məhsullarıyla yaxından tanışlıq, bu superkompüter adi kompüter deyil ki, bir günə, 2 günə onu alıb gətirib istifadə edəsən. Bu artıq çox böyük strateji bir məhsuldur. Yəni, hətta onu da mən qeyd etmək istəyirəm ki, superkompüterlərin istehsalı, ümumiyyətlə bu istiqamətdə olan elmi tədqiqat araşdırmaların özləri bir qədər əlçatan deyil. Müəyyən hallarda qadağalar da vardır ki, çünki əgər superkompüteri əldə edən hansısa bir dövlət bəd niyyətlərlə, bəşəriyyət üçün ziyanlı bir fəaliyyətlə məşğul olarsa, əlbəttə ki, superkompüter onun üçün böyük yardımcı ola bilər. Çünki atom silahları, müxtəlif elmi tədqiqat araşdırmaları var ki, bax, kimyəvi silahlardır, bioloji silahlardır. Bütün bunların hamısının həyata keçirilməsi məhz superkompüterlərin köməyi mümkün olur. Ona görə də bəzi hallarda belə qadağalar da vardır. Yəni, onu qeyd etmək istəyirəm ki, superkompüterlər ölkənin strateji potensialına aid olan atributlardan biridir. Yəni ki, bu superkompüterin yaradılması ölkənin bütün müxtəlif istiqamətlərdə meydana çıxan, bax, bu səpkidə olan tələbatını ödəmək üçün çox əhəmiyyətli bir vasitədir. Ona görə də hal-hazırda dünyanın aparıcı ölkələri, əksər aparıcı ölkələrinin superkompüterlərə bağlı milli strategiyaları vardır. Amerika Birləşmiş Ştatları, Yaponiya, Rusiya və ümumiyyətlə belə çox sayda olan ölkələrin superkompüterlə bağlı strategiyaları mövcuddur və bu istiqamətdə lazım işlər aparırlar. Hardan yaranır bu tələbat? Əvvəllər görürsünüz, bu tələbat o qədər də qabarıq deyildi. Var idi, müəyyən gücə malik olan kompüterlər var idi ki, lokal məsələləri həll edirdi. Amma son zamanlar bütün məlumatlar kağız üzərindən elektron mühitə hopur, yəni inkas olunur. Bütün nə qədər məlumatlar varsa, demək ki, internet üzərində, virtual məkanda əks olunur və əgər bunlar hamısı elektron məkandadırsa, müxtəlif informasiya resurslarındadırsa, əlbəttə ki, çox böyük resursa malik olan kompüterlər tələbatı zəruridir. Çünki əgər biz bir qədər də qədimə qayıtsaq, cəmiyyətin özünün hər bir inkişaf mərhələsində, bəşər tarixi inkişaf mərhələsində görürsünüz ki, vaxtı ilə o inkişaf səviyyəsi o səviyyədə idi ki, müəyyən o çöplərin vasitəsilə hesablayardılar. Sonradan o özü də bir təkamül yolunu keçərək, məsəl üçün 17-ci əsrdə təxminən mexaniki bu hesablayıcılar ortaya çıxdı. Yəni, əks halda baxsaq ki, 17-ci əsrdə məhz iqtisadiyyatın tələbatı elə o mexaniki hesablayıcıya olubdur. Yəni ki, hesablama resurslarına, hesablama imkanları, böyük hesablama imkanlarına malik olan bu qurumlar eyni zamanda mövcud dövrün və ölkənin iqtisadi potensialını xarakterizə eləyən göstəricilərdən biridir. Məsəl üçün, elə bizneslə məşğul adamlar bilirlər ki, əgər onun cibində balaca kalkulyatları varsa, demək onun hesabladığı rəqəmlər də balacadır. Əgər böyük marketdən söhbət gedirsə, supermarketdən söhbət gedirsə, böyük biznesin söhbət gedirsə, görürsən ki, böyük kompüter lazımdır. Ona görə də ölkəmizdə sosial-iqtisadi inkişaf elə bir templə inkişaf edir ki, ölkəmizdə həm
həm informasiya kommunikasiya texnologiyalarının geniş inkişafı, yüksək sürətli inkişafı, eyni zamanda ölkənin o sosial-iqtisadi sahədə əldə etdiyi nailiyyətlər gətirib ona çıxardır ki, bəli, bizim respublika üçün superkompüter lazımdır. Onun üçün də həm Milli Superkompüter Mərkəzinin özünün yaradılması, eyni zamanda ayrı nazirliklərdə bu istiqamətdə lazım işlər aparılır. Məsəl üçün, Torpaq Komitəsində görürsünüz ki, torpaqla bağlı çoxlu məlumatların toplanması, daşınmaz əmlakla bağlı, vergi ödəyicilərlə bağlı Vergilər Nazirliyində, Gömrük Komitəsində, bir sözlə bütün nazirliklərdə, dövlət qurumlarında bu informasiya resursları toplanır, bunları təhlil etmək lazımdır, bunların üzərində müəyyən analitik, emal işlər aparmaq lazımdır. Ona görə də Respublikamızda situasiya mərkəzləri deyilən son zamanlar belə bir termin ortaya çıxıbdır. Bu o deməkdir ki, ayrı nazirliklərdə bütün o məlumatların toplanması, təhlil olunması, analitik nəticələrin çıxarılması, trendlərin müəyyənləşdirilməsi və elektron hökumətin o səmərəli şəkildə həyata keçirilməsi üçün lazımi işlərin aparılması əlbəttə ki, zəruri məsələlərdir və məhz bu situasiya mərkəzləri bu istiqamətdə qurulur. Yəni, sözümün mənası ondan ibarətdir ki, Milli Superkompüter Mərkəzi ilə yanaşı, eyni zamanda artıq bizim Azərbaycanda həm dövlət qurumlarında, həm də biznes strukturunda həyata keçirilən işlər əksər hallarda fərdi kompüter imkanlarından aşır. Ona görə də superkompüterlər tələbatı ortaya çıxır və özü də bu böyük sinif təşkil edir. Yəni, ən ucuzundan başlayaraq, haradasa 50-60 min dollardan başlayır qiyməti, bir neçə 100 min dollara qədər bunun dəyəri vardır. Ona görə də fərdi superkompüter, yəni ayrı-ayrı korporativ qurumlar üçün də superkompüter nəzərdə tutula bilər. Yəni, bu fərdilər ümumilikdə bir ümumi mərkəzə birləşəcək, yoxsa hər kəsə ayrı bir infrastruktur yarada bilər. Yəni, o asılıdır onun qarşısına qoyulan məsələlərə. Məsəl üçün, elektron hökumətdən söhbət gedirsə, bunlar hamısı bir-birə üzvü şəkildə əlaqəli olacaqdır. Yəni, Milli Superkompüter Mərkəzi özü də bir ümumi istifadə rejimində olacaqdır. Yəni, o, hər hansı bir lokal şəkildə orada istifadə olunmayacaqdır. Yəni, onun imkanlarından xüsusi yüksək sürətli kanallar vasitəsilə ayrı-ayrı korporativ istifadəçilər, dövlət qurumları da ilkin halda ondan istifadə edə biləcəklər. Amma müəyyən zaman keçdikcə, əlbəttə ki, hər bir qurumun özünün də superkompüter mərkəzi ola bilər. Və bu superkompüter mərkəzləri o həyata keçirilən işlərin, yerinə yetirilən məsələlərin xarakterindən çıxış edərək bir-birinə əlaqəsi ola bilər. Hətta heç olmaya da bilər. Yəni, o asılıdır məsələnin xarakterindən. Yəni, bir balaca obrazlı şəkildə desək, bu həmin ölkənin genetik fondu olacaq. Yəni, bütün məlumatları bu superkompüterdə, bütün də olmasa əksər məlumatları cəmləşəcək. Biraz genetik fond sözündən biraz çəkinirəm mən, çünki o biraz başqa belə istiqamətdə olan... Genetik, yəni kod deyək, yaxşı, genetik kodu. Yox, belə deyək də, mən onu daha dəqiq demək istəyirəm ki, ölkənin strateji marağına xidmət edən məsələlərin müəyyənləşdirilməsi və orada həllinin təşkili. Elə məhz bu istiqamətdə də, elə yaxşı bir sual verdiniz. Məhz bu istiqamətdə də Rabitə və İnformasiya Texnologiya Nazirliyi bu mərkəzdə həyata keçiriləsi planlaşdırılan, nəzərdə tutulan məsələlərin bir çeşidlərini müəyyənləşdirmək lazımdır. Yəni, bir sorğu yolla, bir monitoring yolla ki, bu mərkəzdə biz hansı məsələləri həll edəcəyik? Bu nöqteyi nəzərdən Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi ilə Rabitə və İnformasiya Texnologiya Nazirliyi bütün dövlət qurumlarına, strateji əhəmiyyət kəsb edən bütün qurumlara müraciət edib ki, siz Milli Superkompüter Mərkəzində hansı səpki hansı təyinatlı məsələləri həll etməyə planlaşdırardınız. Hələlik biz 140 təşkilatdan bu məlumatları biz toplamışıq, almışıq, sistemləşdirmişik və onların da bilirsiniz ki, məsələlərin özləri mahiyyətləri də müxtəlif olur. Biri çox informasiya tutumu tələb edir, biri çox hesablama resursu tələb edir və bütün bu istiqamətdə lazımi tədqiqat işləri aparılıbdır və bu yaxınlarda müvafiq orqanlara tövsiyələr, təkliflər biz təklif edəcəyik. Yəni, bütün məlumatların bu mərkəzdə toplanması, sonradan məlumatın uğurlanmasına, belə deyək, asanlaşdırmayacaqmı? Bəli, o xüsusi tərəflərdir. Asanlaşdıracaq, yəqin ki, biri var ki, ölkə ərazisinə daxil olasan, hər hansı bir sənədləri araşdırıb məlumat alasın, bir də var ki, internet vasitəsilə girib... Yox, mən onu demək istəmirəm ki, ölkənin bütün informasiya resursları orada yerləşdiriləcək. Yox, yəni, o məlumatlar orada yerləşdiriləcək ki, doğrudan da mühüm əhəmiyyət kəsb edir və sizin qeyd etdiyiniz kimi onun o etibarlı saxlanması, təhlükəsiz saxlanması əlbəttə o xüsusi tərəflərdir və Milli Superkompüter Mərkəzinə yürüdülən tərəflərin elə qabaqçıl tərəflərdən biri də məhz siz dediyiniz tərəflərdir. Yəni, onun enerjidən asıllığın azaldılması, yəni işıq keçərsə bu istifadə demək, fəaliyyət göstərməsi, bundan başqa onun başqa bədniyyətli insanların əlinin çatmasının qarşısında alınması, yəni bu istiqamətdə əlbəttə ki, lazımi tədbirlər görülür. Ona görə də ölkəmizdə, bax, belə bir söz işlətmək
etmək istəyirəm ki, var informasiya kommunikasiya texnologiyaları. Yəni əsasən informasiyanın daşınması, onun nəql olunması, yüksək sürətli mühitin yaradılması, kommunikasiya mühitinin yaradılması, yəni ki, internetdir, şəbəkə texnologiyalarıdır, etibarlı telefon xətləridir, kommunikasiya mühitidir, elektron adreslərdir. Buna əsasən informasiya kommunikasiya texnologiyaları kimi təqdim olunur. Eyni zamanda bax, bu superkompüter mərkəzinin özünün də bir elmi əsasları var, texnoloji əsasları var ki, ona da informasiya hesablama texnologiyaları deyirlər. Yəni bu da informasiya texnologiyalarına bir istiqamət kimi ortaya çıxıbdır və bu istiqamətdə lazım işlər aparılır. Çünki Milli Superkompüter Mərkəzinin o görünən tərəfi o aparat qurğudur, amma onun proqram təminatı bu istiqamətdə kadrların hazırlanması, müəyyən bilgilərin əldə olunması, aparıcı ölkələrlə müəyyən təmaslar qurulması, yeri gəlmişkən deyim ki, ölkəmizdə də bu istiqamətdə əməkdaşlıq istiqamətində lazım işlər görülür. Amerika Birləşmiş Ştatlarında olan Intel şirkəti, IBM şirkəti, Rusiyada müəyyən müsbət təcrübələr var ki, ondan da bəhrələnirik. Belarusiya ilə bizim yaxşı əməkdaşlıq münasibətlərimiz qurulur. Yəni qeyd etmək istəyirəm ki, Milli Superkompüter Mərkəzinin qurulması çox aspektli məsələlərin həllini tələb edir. Rasim müəllim, yəni bir çox sahələrə daha dəqiq desə, elə dəqiq elmlərə tətbiq olunacaq bu. Biraz elm sahələrindən danışmaq istəyirəm. Məsələn, hansı elmə tətbiqi daha çox maraq doğura bilər və daha asanlaşdırar? Mən belə bir məsələyə toxunmaq istəyirəm ki, Azərbaycan elminin bilirsiniz ki, müəyyən tarixi vardır. Əgər Azərbaycan Milli Elmlər Akademiyasının yaranması tarixini biz belə əsas götürsək, 1945-ci ildə Elmlər Akademiyası yaranıbdır və bax, bu superkompüter mərkəzinin o vaxtlarıdır, düzdür, o vaxt başqa adla demək ki, meydana açmışdı. 1971-ci ildə təxminən 71-ci ildə ümumilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasına keçmiş Sovetlər ölkəsi vaxtında çox böyük əhəmiyyətə malik olan, o vaxtki rejim üçün qapalı olan, hər respublikaya verilməyən Besim tipli, indiki sözlə desək, superkompüter demək olar. O vaxtları çox böyük imkanlara malik olan bir kompüteri Azərbaycan Milli Elmlər Akademiyasının kibernetika üstündə yaradıldı və o, belə bir söz deyirlər ki, ümumi istifadəli hesablama mərkəzi. Yəni, bunun bir analogu da olubdur Azərbaycan elminin tarixində. Həmin o Besim tipli, geniş imkanlara malik olan o kompüterin hesablama maşınının kibernetika üstündə qurulması, onun uzun müddət yüksək səviyyədə istismar olunması Azərbaycan elminin müxtəlif istiqamətlərinə, xüsusən dəqiq elmlərə, geologiya, kimya, fizika, riyaziyyat, tətbiq riyaziyyat, kibernetikanın özünün ayrı istiqamətlərinə çox mühüm təsir göstərdi. Azərbaycanda məktəblər yarandı, kadrlar formalaşdırıldı, elmə öz töhfələrini verdilər. Yəni, bu hesablama resursları tək iqtisadi və digər məsələlərin həlli üçün yox, yəni cari məsələlər üçün yox, eyni zamanda o nəzəri şəkildə əldə olunmuş nailiyyətlərin praktiki müstəviyə keçirilməsi üçün. İndi onu mütəxəssislər bilir. Yəni, nəzəri cəhətdən düsturlar alınır, modellər alınır, onun həyatda tətbiq olunmadığı halda görürsən ki, bir qədər də onun inkişafını ləngidir. Ona görə də bu superkompüterin meydana gəlməsi artıq modeldən proqram təminatının yaradılmasına, proqram təminatı varsa artıq onun praktika tətbiqinə, müəyyən proseslərin idarə olunmasına, müəyyən böyük masştabda, böyük miqyasda təhlillərin aparılmasına, ölkə səviyyəsində makroiqtisadi modellərin araşdırılmasına, dünya iqtisadi fəzasına inteqrasiya olunması, Ümumdünya Ticarət Təşkilatına inteqrasiya olunması, yəni belə makro strateji məsələlər var ki, əlbəttə ki, bunun əsasında böyük riyazi düsturlar durur. O riyazi düsturların da praktiki müstəviyə gətirilməsi, insanların ondan bəhrələnməsi üçün bu hesablamalar aparılmalıdır. Ona görə də mövcud fərdi kompüterlərin imkanları buna çatmır. Ona görə də o alim də əgər o nəticəsini görmürsə, onu daha da inkişaf etdirə bilmirsə, bir qədər ruhdan düşür. Yəni, o artıq elə bilir ki, praktiki əhəmiyyətsiz bir şeyə çevrilir. Ona görə də superkompüterlərin gəlməsi, onu o 70-ci ilə paralel gətirirəm ki, Azərbaycana gələrsə və Milli Elmlər Akademiyasında müxtəlif elmi istiqamətlərdə bunların araşdırılması üçün, həyata keçirilməsi üçün gözəl şərait yaradar. Məsələ üçün, son zamanlar elektron Azərbaycan dövlət proqramının çərçivəsində elektron elm deyilən belə bir anlayış da ortaya çıxır. Yəni, elmi fəaliyyətdə informasiya kommunikasiya texnologiyaları, hesablama texnologiyaları, superkompüterlərin tətbiqi, xüsusi kompüterlər var ki, birbaşa araşdırma
prosesində istifadə olunur. O ilkin araşdırmaların aparılması, məlumatın toplanması və s. Bu istiqamətdə işlərin aparılması Azərbaycanda elmi istiqamətə, elmi bu sahələrə böyük təkan verəcəkdir. Məsəl üçün biz kombinator kimya deyirik. Onu Azərbaycanda bu müxtəlif belə o maddələr arasında reaksiyaları kompüterdə modelləşdirmə vasitəsilə həyata keçirilməsi. Elə fizikanın özündə də indi xatırlayıram ki, fizikanın özündə də bu nüvə tədqiqatları istiqamətində çox böyük hesablama resurslarına ehtiyac yaranır. Onu demək istəyirəm ki, bax elektron kimya sözü ortaya çıxır, elektron fizika sözü ortaya çıxır ki, bu elmi istiqamətlər ənənəvi qaydada kağız üzərində bir insanın intellektinə söykənən elmi tədqiqatlar olmur. Artıq o bütün proseslər hamısı kompüterdə modelləşdirmə yolu ilə çox böyük faktorların nəzərə alınması, yəni reallığa daha yaxınlaşması üçün modellər qurulması və onun konkret olaraq kompüter modelləşdirilməsi və əgər müsbət nəticə verirsə, onun praktiki tərəfdən reallaşdırılması kimi məsələlər öz əksini tapacaqdır. Elə yeri gəlmişkən deyim ki, Azərbaycanda bu istiqamətdə bu superkompüterlə bağlı yeniliklər də vardır. Bilirsiniz ki, Avropada bu hal-hazırda bütün dünyanın diqqətini cəlb edən Avropa Nüvə Tədqiqatları Mərkəzində araşdırmalar, tədqiqatlar aparılır. Yəni bu dünyanın diqqətini cəlb edən o Collider məsələsi. Bax, bu istiqamətdə Azərbaycan da o proqram çərçivəsində əməkdaşlıq işlər aparır. Yəni Fizika İnstitutunda, Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda o CERN deyilən Avropa Nüvə Tədqiqatları İnstitutunun superkompüteri, onun bəzən grid texnologiyaları deyirlər ki, o superkompüter məsələlər orada həll olunur. O grid texnologiyaların bir hissəsi də Azərbaycanda yaradılmaq üzrədir. Yəni 360 belə təxminən kompüter Azərbaycana gətirilib. O kompüter adi kompüterlər deyirlər, xüsusi kompüterlərdir və Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda belə bir hesablama imkanlarına malik olan bir laboratoriya yaradırlar ki, o da yüksək bu rabitə kanalları vasitəsilə Avropadakı o laboratoriyanın, böyük laboratoriyanın bir hissəsinə çevriləcəkdir. Yəni, demək istəyirəm ki, yüksək hesablama resurslarının olması Azərbaycan elminə də öz müsbət təsirini göstərəcəkdir. Bundan başqa, bax, elə humanitar elmləri götürmək istəyirəm. Bizim nə qədər tarixlə bağlı, arxeologiya ilə bağlı, coğrafiya ilə bağlı, bütün milli mənəvi dəyərlərlə bağlı informasiya resursları vardır. Bunları yığmaq, toplamaq, onların üzərində müəyyən araşdırmalar aparmaq. Zaman keçəcək ki, artıq tarixi araşdırmaların mahiyyəti bir qədər dəyişəcəkdir. İndi biz tarixi kağız üzərində, əlyazmalar üzərində, maddi mədəniyyət abidələrində tapılmış o materialların üzərində o tarixi mülahizələri, həqiqətləri aşkara çıxarırıq. Amma fərz eləyən ki, bir 10 ildən, 20 ildən, bir 100 ildən sonra bütün məlumatlar harada olacaqdır? Yəni, vahid mərkəzdə olacaq. Yox, vahid mərkəzdə yox. Yəni, elektron mühitdə olacaqdır, virtual mühitdə olacaqdır. Artıq tarixi araşdırmalar kağız üzərində, əlyazma üzərində yox, informasiya resurslarını axtarmaq lazım olacaqdır. Yəni, bunun özü bir elektron tarix anlayışını ortaya çıxardır ki, bizim o tarixçilər araşdırmanı o arxivlərdə, müxtəlif əlyazmalarda yox, o informasiya resurslarını axtaracaqlar. Yəni, tarixi araşdırmaların özünün də mahiyyəti yeni mühitə, virtual məkana, internet əsasına həyata keçiriləcəkdir. Yəni, bir misalla onu qeyd etmək istəyirəm ki, bu tək dəqiq elmlərə aid deyil. Eyni zamanda bu elə bütün humanitar elmlərə də aiddir. Çünki onların özlərinin də böyük informasiya resurslarını işləyirlər, orada müəyyən məntiq qururlar, müəyyən nəticə əldə edirlər. Yəni, qeyd etmək istəyirəm ki, ölkəmizdə özdə çox yüksək sürətlə qurulan, formalaşan informasiya cəmiyyəti, bütün nə qədər həyatımızda məlumatlar varsa, hamısı internetə gəlir, bu virtual məkana gəlir. Bunun özündə də müxtəlif elmi istiqamətlər üzrə araşdırmalar aparılması, yeni elmi istiqamətləri meydana çıxması, dünyada aparıcı elmlər var. O istiqamətdə Azərbaycana da o elmi nailiyyətlərin transformasiya olması, inikas olması istiqamətində əlbəttə ki, bu işlər öz töhfəsini verəcəkdir. Yəni, bunun özü tək texniki bir məsələ kimi baxılmamalıdır. Bu, Azərbaycan elmi üçün, Azərbaycan iqtisadiyyatı üçün, Azərbaycanın strateji potensialının möhkəmləndirilməsi, inkişafı üçün çox mühüm atributlardan biridir. Ona görə də dövlətin müvafiq qurumları, xüsusən Rabitə İnformasiya Texnologiya Nazirliyi bu məsələyə çox böyük qayğı göstərir. Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi bu işə böyük dəstək verir və bizim də institut bu işdə yaxından iştirak edir ki, bu proses çox yüksək sürət həyata keçirilsin və ölkəmizdə yaxın zamanlarda Milli Superkompüter Mərkəzi və ümumiyyətlə superkompüterlər infrastrukturu formalaşsın. Rasim müəllim, bir sualım da olacaq sizə ki, yəni bu mərkəzdə işləmək üçün kadrlar hansı üsulla seçiləcək?
Seçilmək hələ biraz tezdir, onu hazırlamaq lazımdır. Hazırlanması, necə aparılacaq? Onun hazırlanması üçün əlbəttə ki, biz müxtəlif üsullardan istifadə olunur. Bilirsiniz ki, informasiya kommunikasiya texnologiyaları çox yüksək sürətlə inkişaf edən sahədir. Hətta bəzi hallarda təhsil sistemində hazırlanan kadrlar həmin o tempə, yəni informasiya kommunikasiya texnologiya inkişaf tempinə bəzən uyğun gəlmir. Görürsən ki, birinci kursda aldığın bilik 5-ci kursda lazım olmur. Yəni bu texnologiyanın inkişaf tempi ilə tədrisin o biliklərin ötürülməsi prosesi arasında bir növ balans pozulubdur. Amma ona baxmayaraq, o başqa problemdir. Ona baxmayaraq ölkəmizdə elə uzun müddətdir, yəni ki, son zamanlar uzun müddətdir ki, informatika yönümlü bizdə ixtisaslar vardır. Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Fakültəsi ilə Mexanika Riyaziyyat Fakültəsi də bu işə çox yararlı ola bilər. Çünki hesablama resurslarında bu proseslərin hesablama riyaziyyatının tətbiqi, ondan başqa bu Azərbaycan Texniki Universitetidir, başqa Neft Akademiyasıdır. Yəni bizdə gözəl bu informatika ixtisası üzrə kadr hazırlayan qurumlar vardır, fakültələr vardır, kafedralar vardır. Bu bir tərəfdən, eyni zamanda bilirsiniz ki, dövlət başçısı tərəfindən Azərbaycanlı gənclərin xaricdə təhsil alması haqqında bir dövlət proqramı qəbul olunubdur və Azərbaycanın müxtəlif sahələrində olduğu kimi, əlbəttə ki, informatika sahəsində tələbatını ödəmək üçün müxtəlif səviyyələrdə həm bakalavr, həm magistr, həm də ki, doktorantura səviyyəsində kadrların seçilməsi, xaricə göndərilməsi, yüksək bilik əldə olunması, Azərbaycana gətirilməsi istiqamətində lazım işlər aparılır. Bunu mən deməklə eyni zamanda 70-ci illər xatırlayıram. Çünki 70-ci illərdə də belə bir problem meydana çıxmışdır ki, Azərbaycan Respublikasında o vaxtların ümumilli liderimiz hakimiyyətə gələndə Azərbaycan iqtisadiyyatı aqrar sahəsi üzərində qurulmuşdur. Yəni radioelektronika, radio zavod, elektron hesablama maşınları zavodu, sonra bizim elmi tədqiqat institutları, kibernetika institutu, başqa institutlar burada çalışmaq üçün kadrlar lazım idi. O vaxtların, əgər indi xatırlayırsınızsa, inagorodnik deyilən belə bir şey var idi. Yəni xaricdə tələbələrin təhsil alması, Azərbaycanın gənclərin seçilməsi, hətta dil bilməsə də onlar üçün müəyyən güzəştlər var idi. Rusiyanın ən aparıcı universitetlərinə, ali məktəblərinə göndərilməsi, Moskva, Leningrad, Kiyev və s. orada oxunması, Azərbaycana gətirilməsi Azərbaycan elminə, Azərbaycan iqtisadiyyatına, elə bugünkü Azərbaycan idarə etməsində də həmin kadrlardan çox geniş istifadə olunur. Həmin proses indi baş verir. İndi biraz bir qədər başqadır, dünya açıqdır, qloballaşma, 21-ci əsr. Ona görə bu reallıqlara əsas götürürük. Azərbaycan Respublikasında da həm daxildə təhsilimizi o tərəflərə uyğunlaşdırır. Boloniya prosesi də elə bu istiqamətdə bu işə dəstək verən bir işdir. Eyni zamanda da Azərbaycanlı gənclərin xaricdə təhsil alması çox mühüm Azərbaycan üçün bir mənbədir. O mənbədən biz yaxşı istifadə edəcəyik. Bu istiqamətlərlə o problemləri həll edəcəyik. O seçmə məsələsi soraq məsələsidir. Aydındır, Rasim müəllim. Təşəkkür edir günə başlarkən gəldiniz və bu qədər geniş məlumat verdiniz sırf bu superkompüter mərkəzinin yaradılması haqqında. Uğurlar arzulayırıq sizə və yeni məlumatlar gözləyirik sizdən. Tamaşaçıların diqqətinə çatdıraq ki, bugünkü qonağımız Rasim Əliquliyev İnformasiya Texnologiyaları İnstitutunun direktoru idi.